Hər birinizi salamlayıram kanalımıza və videomuza xoş gəlmisiniz. Ağlıma birdən gəldi ki, mən dostumla o vaxtlar bir günlük vüsatsız oldum adlı video çəkmişik. Mən vüsatsizli idim ki, vüsatsizli bərbər vardı. Yəqin ki tanıyırsınız, onu tanımayan özünü tanımır belə deyir. Vüsatsız olmuşdum bir günlük. Dostum da müştərim idi ki, belə bir video çəkmişdik, belə parodiya eləmişdim. Ona reaksiya verəcəm bu gün. Videomuza like atıb kanalımıza abunə olmaqdan çıxarmayın. Like'lar da çox önəmlidir. Baxa görün bu videoya neçə like gələcək. İstəyirəm ki, bu videoya 100 bəyənmə gəlsin. Yəni siz də bunu bacaracaqsınız. Çünki artıq 5000-ə yaxın izləyicimiz var. 100 like heç nədir. Nəysə çox uzatmadan keçək videoya. Xoş izləmələr. Hər biriniz salam. Oy, saçıma baxın bir dənə. Əvvəllər saçım tam ayrı olurdu. İndi baxın. Əvvəllər tam da düppədüzdür burada. Şüşə kimidir, şüşə kimi. Bəziləri deyildi. Əvvəllər saçıma baxırdım. Hər gün falan yurdum. İdmana falan başlamışam. Biraz idman falan eləyim, sonra fikirləşərəm daha. Həqiqətən də bu videoya ikinci səfər baxmamışım deyə burada saçım çox qəşəng görünür. Əlbəttə ki, mən vüsatsız olacağam. Əziz qardaş, xoş gördük. Mənim müştərim olacaq. Özdə fəxr eləyib deyirəm, mənim müştərim olacaq. Müştəri də dəyərli bir YouTuberimiz. Bu arada dəyərli YouTuber deməyə, dəyərli reper deyək, artıq YouTuber deyil, reperdir. Belə deyim. Uğurlar arzulayıram ona da həyatında. Bu arada bir dənə şəkilə baxın üstə. Sağ tərəfdir, sol tərəf. Sağ, sol. Birinci sinif şagirdiyəm elə bir. Bunu balaca uşaqdır bilərəm. Deməli sol tərəfdəki şəkildə bir dənə baxın. Yəni ki, başlıqdan görürsünüz ki, çox bərbad bir video olacaq. Buna görə də məncə sona qədər izləyin. Bugünkü videomuzun qonağı Mirzədir, bəli. Onunla çox videolar çəkəcəyik. Kanalını da izləyə bilərsiniz. Həqiqətən kanalında da qonaq olacağam videolarında. Yəni də belə videolar çəkəcəyik. Videom sadəcə əyləncə məqsədidir həqiqətən. Çox gülməli bir video. Elə telefonu titrədirəm belə. O üzə gəlirəm, bu üzə gedirəm. Aparım telefonu özü gətirirəm bu üzə. Video olacaq. Çalışacağam ki, maraqlı bir video eləyim. Getdik. Deməli dostlar, çıxdım yola. O videonun girişi nə qədər uzun tutmuşam mən. Bu qədər video girişimi tutarlar. Artıq 42 saniyədə hələ videoya keçid eləməmişəm. Giriş çox uzun oldu. Gedirəm. Hardasa aramızda 300 kilometr məsafə var. 300 kilometr hə. Bunu düz deyirəm. Dünyanın o başında qalır. Aynen. Zarafatı qoya bir qırağa like atın, abunə olun ki, belə videolar çox gəlsin. Obşda partlar. Eşitdiniz nə dedim? Like atın, abunə olun ki, belə videolar çox gəlsin. Çox gəlsin. Tez gəlsin deməkdənsə belə deyirəm, çox gəlsin. Salam dəyərli insan. Burada biraz Saroskaya zülüm vermişəm. Haydi darağa bax hələ. Həqiqətən də Saroskaya baxa bir dənə. Darağa bax bir dənə ara soxmuşam. Arada əlimi falan belə eləyirdim ki, daraq düşər biabır olaram. Xoş gəlmisən mənim yanıma. Buna baxın bir dənə öpürəm, özü ilə fəxr eləyir. Maşallah. Əli üzü gülürsə ağlına maraqlı fikirlər gəlib. Nə gözəl insansan. Burada ağlına bomba bir fikir gəldi. Onu getdikcə eləməyə, həyata keçirməyə. Amma ki videoda çox yerləri kəsməmişəm. Yəni necə var elə. Mən videomda çox yeri kəsmirəm. 2-3 il sonra. Zarafatı gördünüz 2-3 il sonra. Öz zarafatıma bu gün gülmürəm, sabah gülərəm. Yadıma salarsız gülər. Salam gözəl insan. Xoş gəlmisən Vüsal abinin yanına. Nətərsən, kefin alı nətərdir? Burada uca ağın çıxaram yavaş. Dəyərli insan. Partlama effektinin o səsin nə mənası var? Səhv olur. Videoda montaj səhvi var. İrəliyən dəqiqələrdə deyəcəm bunu. Üzündən nur yağır. Həqiqətən də bu uşağın üzündən nur yağır. Burada söz söymürəm mən. Düd nəyə var bilmirəm. Montaj səhvi var dediyim kimi. Əslində orada deyirəm ki, bu uşağın sifətindən mənim başımda nur yağır falan. Düd mənasız yerə düşüb. Heç videolarımda belə bir səhvlər olmayıb mənim. Bir dənə sifətinə diqqətlə baxın. Hardan gəlmisən? Mən evin dalından, Qubadan. Evin dalından? Yox, Qubadan gəlmişəm. Burada Saroskama diqqətlə bax. Daraq düşür. Belə Saroska söyləyirlər. Heç olmasa səliqəli bir şey atardım da üstümə. Reski çəkmişik videonu ona görədir. Keçdi. Qubadan gəlmişəm. Qubadan, buradan Qubaya qucaq dolusu salamlar. Çox sağ ol. Əməlli başda oxşadmışam abi səsindən. Görürsüz videonu belə çəkirlər. Biz hələ kino falan da çəkəcəyik tezliklə. Bir dənə öpüm. Baxanda bilinir ki, mənlə video çəkdiyinə görə peşman olub.
Yo, əslində mənə video çəkməyi çox istəyirdi. Sadəcə onu orada mizah məqsədilə dedim. Video çəkməyi çox istəyirəm. Mənə deyib ki, nə vaxt istəyirsən video çəkək. Yaxınlarda istəyirəm yenə bir videolar çəkək birlikdə. İnşallah. Məncə ehtiyac yox idi, çox sağ olun. Neçə yaşın var dəyərli qardaş? Mənim 31. Yaşını soruşdum, hər şey soruşacağam da yəni. Öz 31 yaş deyir burada. 31 nə əlaqə başa düşmədim. 16. 16, yaşım var, 31 yaş elə vermək olur sizə. 31 yaş elə yaraşır sizə. 31 yaş deyirəm yaraşır. Ağlıma gic fikir gəldi ki, bunun həqiqətən də başını qırxım, buna bir dənə qışqırtma eləyim. Yazığım gəldi, buraxdım. Həqiqətən də gözlərimə baxın bir dənə. Gözüm burada mənim. Qayçı axtarır. Qayçı maşınqa falan axtarır ki, bunun başını qırxım. Anidən təmiz vüsaslı olum da, təmiz. Əməlli başlı vüsaslının özü olum. Burası qayçı falan tapmadım. Qışqırtma çəkmək istəyirdim də. Alınmadı, nəysə. Qaldı gələn səfərə, ehtiyatlı ol. Saçınızın nə hissini qırxaq? Niyə saçmalısın? Vüsal istili. Deyirəm də vüsal istilini sevənlər çoxdur. Gəl sən bir dənə də öpüm. Vüsalsizin yerinə mən çox sevindim həqiqətən də ki, vüsalsizini sevir yəni. İzləyək. Halım yox deyə bir gün. Yəni enerjisiz, mən və enerjisiz bir gün. Üzündən nur yağır. Əsid kişi də olarsan. Çox sağ olun. Ay ya, burada söyürəm dostlar. Bax düdü bura qoymalıydım. Düd gedib hara düşüb. Normal söz deyən yerdə gedib düd düşüb, söyüş qalıb belə. Aslında videolarda söyən biri deyiləm. Yəni ilk səfər burada söymüşəm. O da ki, yəni tam söyüş sayılmaz da elə belə demişəm burada. Burada özünü də gülmək tutur, amma gülmür. Ciddi müştəridir. Fikirləşirəm ki, görəsən nə deyim. Həqiqətən də nə deyəcəyimi bilmirdim. Fikirləşirdim ki, görəsən vüsalsız videolarında nə işlədir. Analiz eləyib tapıb deyirdim. Başlayaq inşallah. Başlayaq. Dəqiq. Çox həvəskardır başlamağa deyəsən, nəysə. 100%. 10%. Senin kafanı Yaxşı, onda başlamırıq. Hə. Saçın çox qəşəngdir. Özümü əsl bərbər kimi hiss elədim. Səs nə əlaqəsiz yerə düşüb axı. Videonun səsi gəlmir axı. Bu mahnı səsi nə pis yerə düşüb. Dəsmala baxın bir dənə atmışdı dostum üstünə. Dəsmal oxu əl dəsmal deyə promo. Yox deyəsən ayaq dəsmaldır, nə bilim. Ya Məhəmməd, ya Əli, ya Allah. Dəyişim çox möhtəşəm olacaq, izləyin. Həqiqətən də dəyişim çox möhtəşəm. Özdə bu abunə ol sözü var üstə. İngiliscə yazılıb. Onun altındakı video, nə bilim, o nə əlaqə? Başa düşmürəm. Onu iş qoymuşam bura. Dəyişim çox superdir axı. Bax bu bayaqki mahnını pəncərə səzad deyirdi, onu bura qoyacaqdım. Nə saçdı usta? Vüsal stili. Vüsal stili, yenə vüsal stili. Mən o boyda Qubadan durub sənin yanıma gəlmişəm. Mən sənə saçmıram. Sən mənim saçımı qoymusan pox gününə. Bu nə saçdı usta? Yo, zordur. Bir dəqiqədən bir öpürüm məndə. Zordur mən. Darağımız elə bir miniyə düşüb. O həqiqətən darağa baxın bir dənə oyuyor. Dara 2 yerdən, 3 yerdən çartlayıb. Belə yaxşıdır, dəyərli qardaş. Usta saçma sıçmışsan. Vüsal stili bir brenddir, bir brend. Usta saçma sıçmısan. Tuzdurub ki saçma sıçmısan. Kumar Qadımova mahnısını da qoyacağam. Pəncərəsən, baxan mənəm. Pəncərə sənin Vüsalsizin bir nömrəli mahnısıdır bu. Bir videomuzun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Video xoşunuza gəldisə like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Gələn videolarda görüşmək ümidi ilə sağ olun, sevilirsiniz.